Azerbaycan Radyosu'nun Kızıl Fondu. Halk yaradıcılığı. Ular. Akşamınız xeyir olsun. Vaxt tamamına, vədə üstünə yığışan ellərimiz. Bu illərin qış ağzının möhləti uzun çəkmədi. Ot alaf, yar yanacaq, elə yenicə sərsəhmana düşüb rahatlanmışdı ki, qış gəlib dağları ətəklədi. Oradan da bir baş aran deyib çölün düzün sinəsi boyu yayıldı. Hasan baba zəndlə yağan Qarabağdı. Asta eləməyindən belə bəlli eləyir ki, xeyli oturacaq dedi. Qoy yaxsın, bərəkətdir. İndilər gərəkdir ki, aran torpağı bax, beləcənə ağ yapıncını üstünə çəkib gözünün acısını alsın. Əkin biçin yorubdu torpağı. Köhnə kişilərdən eşitdiyim sözdür. Qar yağdı ilimdir, yağmadı zülümdür. Qışın şaxtasından gözü qorxanlar zəhri zimistan deyiblər adına. Vurulub boranından çıxanlar o çağlara qəhri zimistan təşbihim veriblər. Ki yazdan payızacan alın tərinə qızırqalanmayır, onun öz işi vamında olacaq. Yazda yayda yükün yük, ehtiyatın ehtiyat tutanın qış qayğısı qayğıha döy. Hələ bir az dərinə getsə, can rahatlığıdır. Ulularımız ta qədimlərdən qışın oğlan çağını yayın ortasındacı xatırladıblar el-obaya. Saxla samanı, gələr zamanı. El də bilib işini. Onunla, qovurmasından tutmuş o talafa, yar yanacağa kimi hər bir ehtiyatını dəri başdan lazımınca görür. Sonra da yavaş-yavaş qışı çillələrə, çərşənbələrə bölə-bölə üzün tutub yaza sarır. Çöl bayır işini səhmanlayıb yer yığışı bir yönə qoyandan sonra indilər hamı yığışar ocaq başına. Ağsaqqal ağ bir çək, alxışlı öğütlü söyləmələri cavan comrulun mehr-ülfətini artıq eləyər ki, əski eləməz. Ağsaqqal sözünün tutarından soraq verən ağır batman kəlamlar da elə onun kimi. Bu öğütlü sözlərin, tutarlı kəlamların işığı, istisi Çinar boylu gözəllərimizin gözünə nur olar, palıd qollu yiğitlərimizin canına təpər. Sirri sehirli səslər, Ozan mehirli səslər.